Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Buna elə yığma komanda deyilməlidir. Today Press xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa bunu öz Facebook hesabında yazıb. O, futbol üzrə Azərbaycan yığma komandasının öz meydançasında Belarusa 2-0 məğlub olmasından sonra yığmanı sərt tənqid edib. Millət vəkili Azərbaycan yığma komandasını adı milli, özü təsərrüfat komandası adlandırıb. Stat: Gerçəkdən bir yığma komanda. Hardan necə yığılıb bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur. Əslində Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Sadəcə imtiyazlı və futboldan uzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Statın sonu. Fazil Mustafa Qarabağ Futbol Klubunu isə ümumilikdə Azərbaycan futbolunun yeganə oksigen mənbəyi adlandırıb. Stat: Hərdən adama elə gəlir ki, Qarabağ futbol komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir Qarabağ komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması, Premyer Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Tək klub, bütün futbolun oksigen balonu. Statın sonu. Deputat həmçinin Azərbaycan millisinin baş məşqçisi Fernando Santuşu da tənqid edib. Görəsən ona nə qədər pul verirsiniz? Onun onda birini bir Azərbaycanlı məşqçiyə versəydiniz, bəlkə də 3 ayda bir qələbə qazandırardı, deyə o əlavə edib. Qiymət Mahir, Today Press.